Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Prezident İlham Əliyev Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Yenilənmiş qanuna əsasən Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi əsasına Dövlət Mənzil Fondunun yaşayış sahəsini əldə etmək məqsədi ilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına biləcək. Xatırladaq ki, məcəllənin 48-ci bəndinə əsasən yaşayış sahələrinə ehtiyacı olan az təminatlı vətəndaşlara, o cümlədən sosial müdafiə ehtiyacı olan az təminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Tanınmış stomatoloq Kamran Cabbarov infarktdan vəfat edib. Bu barədə onun yaxınları bildirib. Qeyd edək ki, əslən Lənkərandan olan Cabbarov 1986-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olub, o uzun müddətdir ki, stomatoloq kimi fəaliyyət göstərirdi. Allah rəhmət eləsin, yaxınlarına səbir diləyirik.